Hə, bunu göstər. Bunun yeri bizdə şifonerin başıdır. Əlimdə nə var belə? Axşamınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün market alış-veriş vlog çəkirəm. Öncə dayanın göstərim. Deməli, bunları almışam King marketdən. İndi bir-bir göstərim. Deməli, nə almışam? Xiyar almışam. Sonra sarımsaq almışam. Biber almışam. Yerkök almışam. Belə necə deyim, tariflər gələcək. Ondan yemək videoları gələcək. Belə deyim, özüm itirdim. Yemək videoları çəkəcəm. Onun üçün belə bir şeyler aldım. Pomidor aldım. Sonra burada ne var? Badımcan aldım. Biber almışam. Paxla almışam. Bunların hamısını King marketdən aldım. Ucuzuydu. Çöldənsə bura ucuzdur. Sonra limonlar almışam belə. Şimdi bunları qoyum bir qırağa. Keçim o bir sizlər göstərməyə. Hə, qoydum qırağa. Ət almışıq. Bunu sabah çəkərəm. Həm də vlogumda da elə əlavə eləyərəm. Hə, olmazsa olmaz makaron. Makaron evdə olduğuna çox almadım makaronu. Sonra burada var yağ. Sonra burada var kalbasa var. Belə qoyaq bunda. Sonra burada var şokolad. Bu da şeker tozudur. Zırılıqdır. Onu gərək qabına boşaldım. Ve burada var spagetti. Nədənsə özümü belə çaşdırıram. Özümü çaşdırıram. Burada var paraşok. Bu bir də o bir paraşok çox gözəldir. Clarınki də amma yaxşıdır. Almışam salfetka. Hə, bu çox rahatdır həqiqətən. Göz-gülərdə. Sonra mənim toz almağa falan, belə mətbəx silməyə çox rahatdır. Prosta burada səsim xıcıltıra çıxıb. Dedim burasına səsləndirmə qoşun bir dənə. Hə. İndi isə öz səs gəlsin. Tənbəl maldır, belə deyək. Hə, bir də ev silməyə almışam. Qoy bunun yenə baxım görüm. Bu nanəldir. Nanəli freşisi var. Belə. İndirimdə idi. Bir də paraşok almışam, dəyərli izləyicilərim. Bundan aldım paraşok. 5 manat 66 qəpik nə idi? Bundan 2 dənə almışam. Bizdə paltar yanmır da. Orada paraşok satdıramıram. Bir də belə, biri ağ üçündür, biri rəhlilər üçün. Bu ağ paltarlardır, bu da rəhlilər üçündür. Bizdə paraşok davam eləmir. Çünki gündə bəlkə mən 3 dəfə elə paltar yuyuram. Uşaqlar zadlar çox bulayır. Kim görün başqa nə qaldı? Dəryanın olmazsa olmaz. Amma bundan almırdım, belə deyək, yalan danışmayım. Yəni pampres deyirəm ki, olmazsa olmaz. Çünki hələ karşoka baxdım 7 manat idi.
Mən əslində yerdə çıxarsam daha yaxşı olardı, düzgün olardı. İstəyirdim çıxartmaq. Prosta vlog 4000 saat doldurmaq falan. Baş qarşıda çıxartmadım. İnşallah ki çıxartmaq istəyirəm də, istəmirəm də, bilmirəm, baxacağam. Bəlkə gələn yay. Bu indirimdə idi, 12 manat idi. 11 manat 92 qəpik nə idi? Bəbəm natural. Mən aldığım Prele layından qalmamışdı. Amma bu mən 5 nömrəsini dəriyə işlədirəm. Bu olmazsa olmazdı da, həqiqətən. İndi bu yerə düşmüşdü. Uşaqlar götürmüşdü. Bunun içi falan, baxın. Mən bundan yaxşı pampres tanımıram. İndi bunu bilmirəm. Qoy elə sizlə bir yerdə açaq. Görək. Bu necədir? İnşallah ki yaxşı olar. Ay yox. Oy çox nazikdir heç. Yox, bana baxın. Eyb yox. O deri ucuz ətin şorbası olmur. Yox, heç də qəşəng pampres oxşamır. İndi bilmirəm, bəlkə yaxşıdır, sınamamış bilənmərəm. Amma belə gözüm su içmədi bundan. Məncə Proline yaxşıdır. Nəysə. Başqa nə qaldı? Hə, bu da göyərtidir. Bu pampres götürək burada. Sonra burada var, bulgur var. Bu kaleskanın altından çıxıb, ola görən belə oldu, qarışıq-quruşq oldu. Bu da çuğundurdur. Çuğundur, 2 dənə aldım. Qan artırır deyən, dedim uşaqlar pörtlədib verirəm, yeyərlər. Pörtlədib nədir? Başım çaş oldu mənim. Pörtlədib nədir? Tortalı verdim, yesinlər. Bu da kələmdir. Hə, kələm də aldım. Salat eləməyi düşünürəm, kələmli falan belə qatıqla, ya mayonezlə, bilmirəm. Yəni çox soğa görə dedim qoy olsun əlimin altında. Məncə vəsiyo. Hələ bir dənə o göstərir verin. Bir dənə kameraya göstərir verin. Hə, bir də düzdür, bunu ağladı, Pəriş ki məndir. İnci almışdım. Məktəb alışverişi ayrı vlogda gələcək. Hələ almamışam. Sabahda bürsünü alacağım. Çünki yoldaşımla bunları gətirə bilmirdik, belə deyim. Bir stol var. Allah hamının ruhsunu bol eləsin. Hə. Al, Pəriş. Alışverişimiz bu qədər. Çatışmayan hər də şeylər var. İndi inşallah o da nə bilim, görək də Allah yoldaşımın ruhsunu bol eləsin, görək pul qazansın, yenə alarıq inşallah. Bilmirəm, vlogu burada sonlandırım mı, yoxsa bunun ardını çəkim mi, onu da bilmədim. Bəlkə yerləşdirə çəkim. Ola bilər məncə. Amma gəlir onda telefonu əlimə alam, burada tripoda qoymuşam. Gətirim pəsoğu falan yerləşdirim, edeyim, çəkimi göstərim sizə də. Dağıtdım, töydüm. Hə. Bunun yeri kim belə vlog çəkər? Heç kim, bir də əlləmə. Bunun yeri olsun bura. Məncə. Belə deyim. Hə. Bunun yeri isə əlbəttə, mən bu markadan almışammış. Qoşəbdimi genim ayağıma. Hə, mən bu markadan yüzey qutarırdım. Ahşap laminat, bəs bu nədir? Yüzey təmizləyici. Yüzey nədir ki? Neyse. Elə bir onu yıkadınızı biraz. Bilmədim. Ahşapma baxın da mən. Bu da mənim tripodum. Hə. Bunun yeri o sataqdır, dəyərli izləyicilər.
Əti də aparaq qoyaq şeyə, xaldinika qoyaq əti də. Əti də aparaq qoyaq xaldiniyə. Sabah bunu da qəşəng doğrayaram, çəkərəm. Heç yerə çinkdə təhdirəyirəm. Bir də əziyyət verib özüm səhməyəm. Biraz ayağım gəzdik. Şey oldu. Evdə belə deyil. Kaysqanı düzəldək. Görürsünüz, bunu aparmamışam. Başqa nə gedəcək? Kızlar, gözlüyün gələm. Bir dənə belə eləyim. Deməli, dəyərli izləyicilər, mən elə biləm çəkmişəm. Sən demə, ortamı basıb çəkməmişəm. Zərər yoxdur. Və yığdım belə qablarına. Bunu da ağzını gətirib qoyacam. Yadına açıq gətirmək. Və biraz, hərəsindən biraz qaldı. Yəni, yerləşəndən sonra yeniləyirəm də. Bunlar zaten onsuz da. Bir də o makaronu bura qoyanda yaxşı olmur. O ağzından açsanda, nə bilim, nəsə xoşum gəlmir. O bir dənə elə açıram, qazan atıram, elə xoşum deyir. Belə qabda saxlamaqdan onu zəhləm geyir. Bunlara baxmayın. Nə deyirəm, yadımdan çıxdı. Bu bir dənə şeyə aydınlıq gətireyim. Demişdilər ki, belə pintisən, səliqəsizsən, nə bilim nəsən. Ay xanım, bilib-bilmənə danışırsınız. Mən telefonum belə xarab olduğuna görə çox şey çəkə bilmirəm. Göstərə bilmirəm tam. Həm də ki, mən hələ 2 ay olacaq da vlog paylaşıram. Yavaş-yavaş da, nə bilim, əsəbləşmişəm də biraz. Yəni, səliqəsizsən. Mənim bu qablarım çoxdan var. Mən TikTok'dan əgər burada izləyən bacılarım varsa, bilir ki, zaten mən bu qabları bir manatlıq yerdən aldığımı, paylaşdığımı, içinə yığdığımı, hətta indi də şkafda göstərəcəm. O dünənki şey, belə makaron artıq olanda qoyuram ki, yavaş-yavaş boşaldıqca yığıram bunun içinə, işlətəcəm. Bunu da qutardıqca təzədən o kloqdayları tökürəm bura, elə ardıcıl davam elətdirirəm. Yəni belə, yəni bilib-bilmədən danışırsınız valla. Nə deyim? Yəni baxın, indi inşallah sabah təmizləyəcəm. Baxın, görürsünüz, mənim burada bunlar üçün yerim var. Prosta o sudaman da xarab olubdu. İnşallah sabah bunu da üstünü demişdim, onsuz zaten təmizləyib. Buranı da için təmizləyib. Vlogun bu arada o şkafın için təmizləyəcəyim. İndi biləm, gəb yazığı var. Yenə elədir, belədir. Qoy onları mən qabaqlayım. O şkafın için yığışdırmalıydım. Çəkməliydim. Sadəcə dəriyə üstüvə salıb. Biraz xəstələnib, girib olub. Özümün də nəsə halım o deyil əslində. Heç yəni vlog paylaşmaq istəmirdim. Nəsə ağrı verirəm. Dedim, qoy eybi yox, atım vlogumu. İnşallah ki, dəyərli izləyicilərim baxar. Yəni daha qəşəng eləyəcəyəm vlogu, prosta yenə deyirəm, gördüm vəziyyətim o deyil, dedim eybi yox. İnşallah düzələk, yenə atacam vloglar. Yemək vlogları eləmək istəyirəm. Çəkilin oyna, nə olar, çəkilin, nə olur. Xahiş edirəm, nə olur. Küsəm sizdən? Ola çəkilin oyna. Mən sabitdə gətirin, Dəryanın özünü təmizləyək. Bu nədir? Şirə bağlayıb uşağınızı. Baxın, görün orada mən sabitdə. Görün sabitlərdir. Və bunu belə qıraqlarla kəsiləm. Dərya. Deməli, dəyərli izləyicilərim, burada da kələmi falan doğrayıram, salat eləmək istəyirəm. Amma qarışıq salat eləyirəm. Əslində Sezar istəyirdim eləyəm. Sonra gördüm toyuq filem yoxdur. Mayonez falan yoxdur. Quru çörək falan lazım olur. Gördüm yoxdur. Eləmədim. Bundan elədim. Elə bir ki, əlimə nə gəldi ondan salatı. İlk dəfə idi belə salat eləyirdim. Səsimə görə üzr istəyirəm indidən. Halsızam deyənə
Qəşəng səsləndirmə eləyə bilmədim. Hə, burada doğrayıram, doğrama işləmi gedir. Bir də ki, keçən video 4000 saat videomda ondan qoy bəhs eləyim. Bilməmişəm, yadımdan çıxıbdı. Uşaqlar başımı qatmışdı. Səsləndirmə eləyəndə necə deyim, səsimi bağlamamışam. Elə biləm bağlamışam, üstünə səs yazmışam. Səslər qarış-quruş olub da bir-birinə. Çox üzgünəm onun üçün və mən onu nə təzədən silib ata bilmirəm, nə bir şey eləyə bilmirəm. Yəni, elə olur ki, səsləndirmə də qəşəng eləyə bilmirəm. İnşallah ki, zamanla öyrənərəm, Allah qoysa. İstəyirdim ki, əti doğrayıb, çəkməyi, bir də paxlaları yerinə buzluğa necə yığıram falan çəkim. Prosta qismət olmadı bu vlogda eləmək. İnşallah ki, gələn vlogda edərəm. Allahın izni ilə. Görüm indi birazdan düzəlsəm, durub onları çəkəcəm inşallah hamısını. Sabahki vlogda əlavə eləyərəm inşallah. Tək Allah canımızı birinci sağ eləsin. Sonra isə elə canımız sağ olsun, işimizdə vaxtına görə bilərik. Hə, sonra bir də ki, yeni gələnlər varsa kanalıma abunə olmağı, like atmağı, bildirimi açmağı, şərh yazmağı unutmayın dəyərli izləyicilərim, var olasınız. Allah hər birinizdən razı olsun. Bundan sonra indi səsini açıram. Adi təbii səs olacaq. Danışmamışdım heç nə. Elə öz təbii səsi olacaq. Sağ olun, izlədiyiniz üçün var olun. Allah köməyiniz olsun bir daha.